Siyasi media. Salafan keçirdilər, 4 nəfər idilər. Amansız əsən, protezlərimi çıxartdılar ayağımdan. Mənə o qədər çıxdı salafan başımdanmı? Belə vicdan olur, belə qeyrətli onlara. İnsansız ya, hamınız insansız, hara baxırsınız? Niyə? Hanı nazir, hanı bizim daxil işlər nazirimiz Vilayət Elizov? Hanı cənab prezident? Hanı? Hara baxır bu dövlət? Hara baxır, özümə qəsd edirdim, yandırırdım, özü məni qoymadılar. Başına salafan keçirtdiler. Oturdurdular yere üstüne çıktılar ayağımın. Buna kim göz yumar? Üzümü tutuyorum Azerbaycan halkına. Azerbaycan kadınlarına. Size müracaat ediyorum. Bana kömək olun. Bundan 2 seferdir ki Azerbaycan saattini polislerimizin başımıza oynatsın. Geçen sefer protez ayağında vurdular, sındırdılar. İndi de beləncə, niye belirleyirler? Bu vətənin yolunda, namus yolunda 2 ayağını itiribdir. İndi de gelin. Dünenler 2 gün bunu sakladılar, niye bırakıblar?